ve rahmetullah. Bəli, sizlər şedevr və ən əsası sənət əsəri göstərəcəm. Buranın hansı usta işləyibsə, maşallah, doğrudan da çox gözəl dizayn edibdir. Deməli, Balakən rayonunun Müslüman mövkəsində dünyada analogu, hətta atalogu olmayan bir ev göstərəcəm. İkinci mərtəbədir. Birinci mərtəbə gördüyünüz kimi ideal vəziyyətdədir və ən əsası evimiz ümumi olaraq 7 otaqdan ibarətdir. Evin girişində Hindistandan gələn kafeyle dizayn olunmuş, yaşanan bir naxışlı bir dənə belirmiş bir şeyler var. Bax, qaraj, gözəl. Divar kağızlar doğrudan incəli ilə seçilib və təchizat olunub. Girişdə həmçinin bax, belə bir dənə dəhliz var, ayaqqabı paltolardan çıxartmaq üçün. Və əsası evin birinci mərtəbədə girişində sağda bir dənə qəşəng dizayn olunmuş otaq və əsası ikinci olaraq da solda bir dənə qəşəng dizayn olunmuş böyük otaq və yenə də əlavə olaraq bir dənə otağımız var və əsası evin özündən böyük sanitar qovşağı və sanuzeli girişində qəşəng belə deyək ki, razıvalkası mövcuddur və ikinci mərtəbə birinci mərtəbədən daha gözəldir. Pilləkənlərdən çıxan kimi yenə ortada geniş bir dənə dəhliz və sağında iki otaq, ikisi də çox geniş və qəşəng, yəni təmir olunmuş otaqlardır və əsası yenə də sol tərəfdə həmçinin iki dənə böyük və qəşəng, geniş təmir olunmuş otaqlardır. Ev ümumi götürsək 250 kvadratdır, qəşəng işıq sistemləri təchiz olunmuşdur. Evdə demək olar ki, heç kim yaşamayıbdır. Ev sıfır təmirlidir. Doğrudan deyirəm, evdə demək olar ki, Balakəndə daha doğrusu belə təmirdə ev yoxdur və ev ümumi olaraq 8 otaqdan ibarətdir. Həyətdə növbənöv və cavan, məndən gənc, qəşəng meyvə ağacları mövcuddur. Sağında, solunda ağaclar və geniş həyəti və əsası evin dört bir tərəfi hasar alınıbdır. Yəni kəsmə daşla, suyu işığında problem yoxdur və yəqin videoda görürsünüz üst otaqlarında belə deyək ki, kombi sistemin təchiz olunub, xəttlər çəkilibdir və birinci mərtəbə isti fonla təchiz olunubdur. Bu evin satış qiyməti 140 minə təklif olunur. Təbii ki, qiymətlər reallı olsa, normal bir daha gəlsə, qiymətlər aşağı yuxarı olacaq. Allah muhafaza mülkünüzə bərəkət versin. Esselamu aleyküm və rəhmətullah.